Azərbaycanın müstəqilliyinin başda Ulu Öndər Heydər Əliyev bu bərpasında, müstəqilliyimizin bərpasına səs vermiş 43 millət vəkilini də sayğı ilə anım, onların haqqı üstümüzdə çox böyükdür. Hörmətli Tənzillə xanım burada çıxış elədi, qeyd elədi. Müstəqilliyə 271 nəfər səs veribdir burada parlamentdə. O 43 nəfər özlərini istiqlal yolunda gördü. Referendum əleyhinə səs verənlərdir onlar. Tamam başqa şeydir. Müstəqillik başqa şeydir. Referendum əleyhinə başqa şeydir. Biz tarixi saxtalaşdırmayaq. Tarix varsa, tarix düzgün yazılmalıdır. Mən buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. 7 mart tarixi 91-ci ildə sirrin bərpa olunmasından bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin o 43 kişinin içində təmsil olunmasından əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Mən bunu demək istəyirəm, məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim və o müstəqilliyimizi qazanan o insanların içində ən çox qadınlarımız ön sıralardaydı. Mən o zaman, bax, tarixi elə yazırdıq biz, müstəqilliyimizə gedən yolda mübarizə apara. Mən çox istəyərdim ki, o bugün dövlət çevrilişində əli olan, Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazaydı.